Çağdaş təhsil komandası olaraq biz yenə Azərbaycanımızın gözəl rayonlarından biri olan Ağstafa rayonunun Qırlı kəndində ömrünü 43 ilini müəllim kimi fəaliyyət göstərən və fasiləsiz müəllim kimi fəaliyyət göstərən, həm də 3 dildə yaxşı bilən müəllimin evində qonağıq. Müəllim, sizi xoş gördük. Xoş gəlmişsiniz. Çox sağ olun. Müəllim, adınız, soyadınız? Adım Nağıyeva Almaz Əliqızı. Neçənci ildə bu belə deyək, təhsilə başlamısınız, hansı universiteti bitirmisiniz? Bizim dövrdə SSR-nin 50 illiyi adına Xarici Dillər Universiteti sayılırdı. İndi xarici dillər deyirlər deyəsən. Amma dili sevmişəm, çünki bütün ailəmiz dilçidir. Mən onu ənlər rayət eləmişəm, özüm dilçi olmuşam, 6 yetirməm var. Fransız dili yetirməsi, yaxşı sahələrdə müəllim işləyən müəllim kimi və yaxud da xaricə gedənlər xaricə kimi, yuxarı vəzifələrdə işləyənlər yuxarı vəzifələrdə olduğu kimi fəaliyyət göstərdilər. Çox gözəl. Müəllim, siz həm fransız dilini, həm ingilis dilini, həm rus dilini yaxşı bilirsiniz və şagirdlərinizə də bunları öyrətmişsiniz. O şagirdlərinizdən fransız dili kimi, yəni universitetə qəbul olunan hansı şagirdlərin adını çəkərdiniz? Ülviyə Namazova, Xəyal Namazova, sonra Orcov Elşən, sonra Nərmin familiyası yadımdan çıxdı. O öz qardaşımın qızı Nərmin Nağıyeva, sonra bir də yadımdan çıxdı. Çox olub, bəli, müəllim, şagirdləriniz. Əlbəttə ki, bu da sizin əməyinizdir. Yəni, bəli, əziyyət çəkmişsiniz. O bir sahələrdə də köməyim çox olubdur. Çox gözəl, müəllim. Əlbəttə, bütün müəllimlərimiz bizim zəhmətimiz çəkirlər. Müəllimlər bizə elm öyrədilər və bu müəllimlərdən biri də sizsiniz. Çox təşəkkür edirəm. Sizin kimi müəllimlə görüşdüyümə, tanışdığıma da çox şad oldum. Və əlbəttə, müəllimlər fədakarlıq edirlər bizim yolumuzda, əziyyət çəkirlər. Müəllim əməyi həm gözəldir, həm sevimlidir, həm də çətin peşədir. Bu illərdə müəllim, sizin uğurlarınız bəli olub, müəllimlər yetişdirmişsiniz, şagirdlər yetişdirmişsiniz və şükürlər olsun ondan nail olmuşsunuz. Bəs dövlət tərəfindən hansısa fəxri adlar, təşəkkürnamələr, rayon rəhbərliyi tərəfindən, direktor tərəfindən olubdur belə bir şeylər? Rayon tərəfindən metodistimiz hər ildə 5 dəfə, 6 dəfə dərsimi yoxlamağa gəlirdi, yenə deyirəm. Mən dərsi fransızca aparırdım. Axırda direktorumuz da, metodistimiz də deyirdi ki, heç nə başa düşmədik. Çünki mən fransız dilində danışırdım. Və indi də bu da atamın sayəsində oldu. Atamın metodikasını özümdə aparmışam. Əks etdirmişəm. Əlbəttə, atanızın davamçısı olmuşsunuz, ziyalı ailədə böyümüşsünüz. Təbii ki, özünüz də ziyalısınız və sizin neçə övladınız var müəllim? 3 övladım var, 3-ü də ali təhsillidir. Çox gözəl. Sizin həyat yoldaşınız şimdi? O da Aliyev Mübariz Səfdəroğlu, o da ali təhsillidir. Və şükürlər olsun sizin. Ömrünün 43 ilini nəqliyyat sahəsində həsr eləyibdir. Çox gözəl. Və şükürlər olsun ki, sizin övladlarınız da sizin bəhrənizi sizə veriblər, sizin əziyyətinizi yerə vurmayıblar və ali təhsillidirlər. Övladlarınız da sağ olsunlar, siz də sağ olun. Siz də sağ olun. Təbii ki, müəllim əməyi heç bir zaman unudulmaz. Bəs neçə nəvəniz var müəllim? 5 nəvəm var. Onlardan da gələcəkdə yuxarı səviyyəli ixtisası gözləyirəm. İnşallah ki, sizin nəvələrinizin də uğurları çox olsun, istədikləri peşələrə sahiblənsinlər. Və biz də ümumiyyətlə sizə də, sizin nəvələrinizə də, övladlarınızda uğurlar arzu edirik. Müəllim, buradan əlbəttə ki, sizin kollektivdə işləyən dostlarınız da olubdur, müəllim işləyən vaxtlarınızda və ətrafınızda dost tanışınız da var, övladlarınız, nəvələriniz var. Onlara hansı sözlər, tövsiyələr deyərdiniz? Müəllim yoldaşlarıma, sağ qalanlara can sağlığı arzu edərdim. Bir yetirməm Elvin İmaməliyev şəhid oldu Şuşa döyüşlərində. O rayona direktor kimi getmişdi. Bax, ondan çox fəxr eləyirdim. Ülviyə Namazova. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanlar cənnət olsun. Amin. Ülviyə Namazova xüsusi uşaq hazırlayan tələbəmdir. İndi özü müəllimdir, xeyli stajı var. Sonra qızım yenə deyirəm, xarici sahəsində çox ikinci nəslin nümayəndəsi olduğu üçün orada qaldı.
onu orada qiymətləndirdilər və dekan müavini. Çox gözəl müəllim. Bax, onlara nə deyərdiniz? Hansı sözləriniz var? Onlara hamısına deyərdim ki, qəlbən və sənətinizə, işinizə vurğun olun, dövlətinizi sevin. Sizə qayğı göstərən adamların, lap rəhbərimizin, prezidentimizin ən çox da mən sevdiyim adam Heydər Əliyev olubdur. Ən çox sevdiyim adam. Bəli, onu hər bir kəs sevir, bütün Azərbaycan xalqı sevir. Bəli. Bəli, Allah ona da Mən rəhmət onu eləsin. belə sınmaz qaya salmışam. Mən ondan çox örnək götürmüşəm. Onu o qədər diqqətlə qulaq asmışam ki, mən Heydər Əliyevi vəbşə çox sevirəm. İndi onun oğlu İlham Əliyevdən də həmin şeyi gözləyirəm. Bəli, əlbəttə ki, biz də cənab prezidentimizi çox sevirik, sağ olsun. Onun canı sağ olsun. Bəli, Allah ona ömür versin, can sağlığı versin. Mən Allah rəhmət eləsin Heydər Əliyevə. O vaxtları mən Heydər Əliyevi görmək üçün balacaydım. Neçə kilometr yol qaçmışdım ki, mən Heydər babanı görməliyəm. Yəni mən də çox sevirdim onu. Bəli. Allah rəhmət eləsin. Cənab prezidentimizə də uzun ömür, can sağlığı versin. Müəllim, çox sağ olun. Mən sizə təşəkkür edirəm. Müəllim əməyi unudulmazdır. Müəllim əməyi hər zaman bizim üçün, yəni belə deyək, unudulmazdır. Bizim üçün ən yaxşı bir uğurdur. Və mən sizin kimi müəllimlərlə fəxr edirəm və fədakar müəllimlərlə fəxr edirəm. Allah sizə uzun ömür, can sağlığı versin və Çağdaş Təhsil Mətbuat adından sizin uğurlarınız, nailiyyətləriniz çox olsun. Bundan sonra da nəvələrinizlə, nəticələrinizlə xoş günlər görəsiniz. Biz də gələk sizin uğurlarınızı hər zaman təsvir Çox sevindim. Bugün mən həyatıma yenidən qayıtdım. Elə bil ilk dəfə 81-ci ildə başladığım müəllim günü oldu bugün mənim üçün. Çox sağ olun. Ona görə ki, pensiya çıxandan sonra elə bildim mən atılmışam uje. Elə bir şey ola bilməz müəllim. Biz hər zaman müəllimlərimizi yad edirik və çox sağ olun. Siz də evinizin qapısını bizə açdınız. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun.